Salam, hər vaxtınız xeyir olsun əziz müdavimlər. Mən Hacıyeva Səma. Bu gün sizinlə 6 təhlil tipli cümlələri sizinlə aydınlıq gətirəcəyik. Burada doğru yanlış cümlələrini seçəcəyik. Əlbəttə ki, biz təkcə doğru yanlış deyib ötməyəcəyik. Burada hansı, yəni doğrudur, hansı yanlışdır, hansı hissəyə kimi yəni düzgündür, bunları da qeyd edəcəyik. Bu cür tipli təhlil cümlələr işləmək üçün mənimlə əlaqə saxlaya bilərsiniz. Əlbəttə ki, imtahanda bu cür suallar düşmür, qapalı tipli suallar düşür, amma biz avtomatik yadımızda saxlamaq üçün, onu cavab tapmaq üçün, yəni bu bizə köməklik göstərəcək. Buna görə vaxt itirmədən gəlin sizinlə aydınlıq gətirək. Deməli, birinci sualda deyir ki, düzbucaq altında birləşdirilən tirciklərin nişanlanması zamanı gələcək məmulatın uzunluğu və eni xəttkeşlə nişanlanır. Bu hissəyə kimi düzdür. Yəni oxumuşuqsa əgər, yəni bunu biləcəyik ki, deməli gələcək məmulatın uzunluğu nədir? Xəttkeşlə, uzunluğu və eni xəttkeşlə nişanlanır. Bəli. Bəs dörd tərəfdən necə nişanlanır? Dörd tərəfdən bucaqlığın köməyi ilə deyir ki, uzunluğuna nişanlama xəttlər çəkir. Yəni bu cümlə deməli bütövlükdə yanlış götürüləcək. Çünki bir hissədə yanlışlıq varsa, yəni o cümlə yanlış götürüləcək. Burada dörd tərəfdən bucaqlığın köməyi ilə uzunluğuna deyil, eninə nişanlama xəttləri çəkilir. Eninə. Deməli, eninə. Eninə nişanlama xəttləri çəkilir. Burada bu yanlışdır. Biz yadımıza saxlayaq. Xəttkeşdən necə istifadə edirik? Yəni düzdür, xəttkeşlə uzunluğunu da ölçə bilərik, eynə də nişanlama ölçə bilərik, amma tirciklərin nişanlanmasında söz gedirsə, biz tirciklərin nişanlanması zamanı gələcək məmulatının hər tərəfini, yəni nişanlayırıq. Belə yadımıza saxlayaq ki, həm uzunluğunu, həm enini nişanlanmaq üçün xəttkeşlə nişanlanır. Bu burası tamam. Digər tərəfdən, dörd tərəfdən bucaqlığın köməyi ilə yadımıza saxlayaq, uzunluğuna deyil, eninə nişanlama xəttlər çəkilir. Görürsünüz? Yəni bunu o tip də yəni ki, dəyişdirib salırlar ki, variant tipində sala bilərlər. Bəli, qapalı tipdə salacaqlar. Amma deyəcəklər ki, məsəl üçün düzbucaqlı altında birləşdirən tirciklərin nişanlanması zamanı xəttkeş tutaq ki, bir tərəfdən verə bilər, təkcə uzunluğunu verə bilər. Yəni bu cümlə yanlış götürüləcək. Əgər variantda yəni uzunluğundan başqa digər yəni səhv variantlar görəcəksinizsə, təkcə uzunluğunu götürə biləcəksiniz. Amma yəni yadımıza saxlayaq hər birini nöqtə və virgülünə kimi. Tutaq ki, məsələn, variantda verilib ki, düzbucaq altında birləşdirən tirciklərin nişanlanması zamanı gələcək məmulatın uzunluğu və eni xəttkeşlə nişanlanır. Dörd tərəfdən bucaqlığın köməyi ilə nöqtə qoyub nişanlama xəttləri çəkilir. İndi A variantında verə bilər, məsəl üçün eninə, B-də verə bilər uzunluğuna, C-də verə bilər uzunluğu və eni, məsəl üçün xəttkeşə aid olan xüsusiyyəti verə bilər. Yəni çaşmayaq. Yəni eninə nişanlama xəttləri çəkilir. Və yaxud da bu cür düşə bilər ki, düzbucaq altına birləşdirən tirciklərin nişanlanması zamanı gələcək məmulatın uzunluğu və eni nə ilə nişanlanır? Xəttkeş göstərə bilər, pərgər göstərə bilər, bucaqlıq göstərə bilər. Yəni xeyr, xəttkeş götürəcəyik. Və başqa tipdə də sala bilərlər. Məsələn, deyə bilərlər ki, xəttkeşlə nişanlanır, nöqtə verir, xəttkeşlə nişanlanır, təkcə uzunluğu verə bilər. Məsələn, A uzunluğu, məsəl üçün A tutaq ki, uzunluq təkcə götürə bilər, B eni götürə bilər, C həm uzunluq, həm eni. Hansı variantı götürürük? Əlbəttə ki, C eni və uzunluğu sözünü götürürük, hər ikisi olanı. Yəni bu cür suallara biz diqqət yetirmək lazımdır. Diqqət yetirməliyik. Digər sualımıza keçək. Deməli, digər sualımızda nə deyir? Bir dəqiqə mən bunu yaxınlaşdım. Bağlayıcı mexanizmin quraşdırılması zamanı zədələnmə saz olmayan alətlərin istifadəsi səbəb ola bilər. Deməli, biz bəzən müdavimlərimiz təhlükəsizlik qaydalarına fikir vermirlər ki, bunlar bildiyimiz yəni məlumatlardır. Bunları tapmağa nə var ki? Amma xeyr, təhlükəsizlik qaydalarından bəzən elə bir sual verə bilərlər ki, sizə. Yəni özünüz çaşbaş qalarsınız ki, mən bunu öyrənmişəm. Yəni bu harda idi bu sual? Deməli, burada deyilir ki, bağlayıcı mexanizm quraşdırılması zamanı zədələnmə saz olmayan alətlər yox. Bu oyub yerləşdirmədə aiddir. Yadımıza saxlayaq ki, oyub yerləşdirmə zamanı, yəni biz hansı zədələnmələr baş verə bilər? Yəni səbəb nədir? Saz olmayan alətlərdir istifadəsi. Amma bağlayıcı mexanizmin quraşdırılmasında, yəni yonqarlar hər tərəfə səpələnir deyə biz qoruyucu eynəkdən istifadə etməliyik. Deməli, bağlayıcı mexanizmin quraşdırılması zamanı yonqarlar hər tərəfə səpələnir. Bağlayıcı mexanizm quraşdırır. Yəni bu kitabda da yazılmışdı. Bir dəqiqə. Deməli, bağlayıcı mexanizm quraşdırılması zamanı zədələnmə qapı dayağının bir hissəsi oyulduqda.
yonqar yaranır. Yonqar hər tərəfə səpələnməsi ilə bağlı, yəni bağlayıcı mexanizmin quraşdırılmasında hansı dələnmələr baş verə bilər? Yonqarların səpələnməsi. Yonqarı deyərsiniz ki, məsəl üçün yonqar səpələnsində, xeyr, yonqar səpələnsə amma bizim yəni ki gözümüzə düşə bilər. Bu zaman nədən istifadə edirik? Qoruyucu eynəkdən. Nədən istifadə edirik? Əlbəttə ki, qoruyucu eynəkdən istifadə edirik. Amma oyub birləşdirmə zamanı kilidin bağlayıcı mexanizmin zədələnməsi nə səbəb olur? Saz olmayan alətlər. Əlbəttə ki, hər hansı bir əməliyyatı biz icra edən zaman alətlərimizi yoxlayırıq. Sazdır, saz deyil. Yəni hansında yəni nasazlıq varsa onu aradan qaldırıb sonra iş prosesi aparırıq. Yəni bunu yadımızda saxlayaq. Bir daha deyirəm, bağlayıcı mexanizmin quraşdırılması zamanı zədələnmə qapı dayağının bir hissəsi oyulanda yonqarların hissə isə hər tərəfə səpələnir və bu da bizim gözümüzə gəlib düşə bilər. Gözümüzün də zədələnməsinə səbəb ola bilər. Nə istifadə edirik? Qoruyucu eynəkdən. Amma oyub yerləşdirmə zamanı hansı zədələnmələr baş verir? Yəni buna səbəb nədir? Saz olmayan alətlər. Yəni kilidin bağlayıcı mexanizmin zədələnməsi baş verir. Zədələnmə budur. Sual necə düşə bilər bizə? Deməli sual, bunu bir dəqiqə silim. Deməli sual bizə necə düşə bilər? Sual düşə bilər ki, oyub yerləşdirmə zamanı kilidin bağlayıcı mexanizmin zədələnməsi zamanı səbəb nədir? Səbəb saz olmayan alətlər. Saz olmayan alətlərdir. Yadımıza bunu saxlayırıq. Bu başqa tipdə də sual düşə bilər. Oyub yerləşdirmə zamanı, yəni saz olmayan alətlər hansı zədələnmələrə gətirib çıxara bilər? Kilidin bağlayıcı mexanizmin zədələnməsinə səbəb ola bilər. Görürsüz, bir cümlədən nə qədər sual çıxır. Sonra, indi buna baxaq. Bağlayıcı mexanizmin quraşdırılması zamanı hansı zədələnmə baş verə bilər? Yonqarların hissə isə hər tərəfə səpələnməsi zamanı baş verə bilər. Görürsünüz, mən burada indi bu tipi sualı yazmamışam, amma görün nə qədər toxundum hər tərəfə. Yəni nöqtə virgülə kimi toxundum. Yəni bir cümlədə nə qədər sual çıxartdım. Deməli, bağlayıcı mexanizmin quraşdırılmasında dedik ki, bu zədələnmə baş verə bilər. Bəs nəyin hissəsi oyulduqda? Qapı dayağının bir hissəsi oyulduqda. Yəni bunun səbəbi nədir? Qapı dayağının oyulduqda yonqar yaranır da. Yonqar öz-özünə çıxmır ki, yəni oyulur ki, çıxır. Yəni diqqətlə fikir vermək lazımdır. Digər, kran başlığı axıra qədər bağlamaq olmur. Su püskürüb axırsa ventil başlığını dəyişmək lazımdır. Bəli, burada heç bir yanlış yoxdur. Bu yəni düzdür. Kran başlığını axıra qədər bağlamaq olmur. Səbəb nədir? Ventil başlığını dəyişməkdir. Səbəb yox, əstəğfurullah. Yəni ki, biz nə etməliyik? Ventil başlığını dəyişməliyik. Yəni bu zaman nədir bu səbəb? Deməli, yivin dağılmasıdır. Bunu yadımızda saxlayaq. Səbəb budur. Metal yonqarını və bıçqı ovuntusunu əllə süpürüb təmizləmək olmaz. Bəli. Burası nə kimi düzdür? Görürsünüz, 2 cümlə verilibdir. 2 cümlənin axıra kimi diqqətini yetirək ki, bəzən müdavinlərimiz səbirsiz yanaşırlar, axıra kimi oxumurlar və düz götürürlər. Baxaq axıra kimi nə deyir? Bəlkə düzdür. Xüsusi əlcəkdən və törpüdən istifadə etmək. Bu da düzdür. Yəni ki, xüsusi əlcəkdən bura kimi yəni düzdür. Xüsusi əlcəkdən. Amma törpüdən xeyr, metal fırça ilə. Törpü biz harda istifadə edirik? Bir yadımıza salaq. Deməli, törpüdən harda istifadə etdiyi müdavinlərimiz? Bəli, törpüdən istifadə edirik biz əl alətlərlə silindrik və konus şəkli detalların hazırlanmasında. Silindrik və konus şəkli detalların hazırlanmasında. Konus. Yəni biz burada istifadə edirik törpünü. Yəni yadımızda saxlayaq. Törpünü harda istifadə etdik? Deməli, silindrik və konus şəkli. Burada amma nədən istifadə etməliyik? Metal fırçadan. Bax, buna diqqətlə fikir vermək lazımdır. Digər sualımız, deməli, işə başlayanda ştanger pərcanın üzərinin tozu və sürtkü yağını təmiz parça ilə silmək lazımdır. Bəli, bu düzdür. Yəni heç bir dəyişikliyə məruz qalmayıb, bunu rahat yadda saxlamaq olar. İşə başlamazdan əvvəl şəbəkə gərginliyini elektrik lehimləmə alətinin gərginliyi artıq olmalıdır. Yadımıza salaq, transformator nə idi? Gərginliyi azaltmaq və artırmaq üçün, yəni transformator tənzimləmək üçün istifadə olunur. Biz elektriki kənd təsərrüfatının sənayelərə, evlərə yəni ötürməmişdən qabaq transformatorda elektrik necə olur? Yəni gərginlik tənzimlənir. Əgər biz onu tənzimlənmədən istifadəçilərə göndərəsi olsaq nə baş verir? Yanğınlar baş verə bilər. İnsanlar yəni ki, İnsanların həyatı baxımından təhlükəlidir. Buna görə gərginlik yəni nə etməlidir? Lehimləmə alətinə nə olmalıdır? Bu yəni ki, səhvdir. Uyğun olmalıdır. Nə olmalıdır? Deməli, uyğun. Uyğun. Mən telefonda yazıram deyə, yəni xətt yaxşı olmaya da bilir. Deməli, uyğun olmalıdır. İşə başlamazdan əvvəl şəbəkə gərginliyi elektrik lehimləmə alətinin gərginliyindən artıq xeyr uyğun olmalıdır. Yadımıza saxlayaq. Əgər biz artıq götürəsi olsaq gərginliyi, biz lehimləmə alətində işləyən zaman yəni neyinir? Təhlükəli ola bilər. Həyatımız baxımından həm yanğına səbəb ola bilər və yaxud da insan həyatına zədələnmələrə gətirib çıxa bilər həyatını. Yəni yanğınlar, bədən yanğınlarına baş verə bilər.
Deməli, əziz müdavimlərimiz, bu tipdə suallarla işləmək istəyirsinizsə, mənimlə əlaqə saxlaya bilərsiniz. Yəni bu suallar özüm seçdim. Yəni 6-cı sinif suallar. Əlbəttə ki, təkcə bu 6 sualla bitmir. 6 sualla bitsə nə gözəl idi. Yəni bu tipdə suallar dəhşət çoxdur. Yəni diqqət yetirməli olduğumuz suallar dəhşət çoxdur həqiqətən də. Yəni bu cür təhlil etmə cümlələrini işləmək istəyirsinizsə və yaxud da gözəl hazırlıq keçmək istəyirsinizsə, mənimlə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın.